Bəli, biz Sabirabad rayonunun ərazisindəyik, Kür çayının sahilində və son günlərdə Kür çayında suyun səviyyəsində kəskin və sürətli artım qeydə alınıb. Belə ki, son 2 gün ərzində Kür çayında suyun səviyyəsində 80 sm-ə qədər artım var. Bu artım may ayının 5-dən etibarən başlayıb və may ayının 5-i də daxil olmaqla Kür çayında suyun səviyyəsində ümumilikdə 1 metr 80 sm-ə qədər artım qeydə alınıb. Bu artım digər məntəqələrdə də müşahidə olunur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi bugün səhərə olan məlumata əsasən 19 sm, Salyan məntəqəsində suyun səviyyəsi 42 sm, Şirvan məntəqəsində suyun səviyyəsi 48 sm və Kür çayının üzərində yerləşən Bankə məntəqəsində isə Kür çayında suyun səviyyəsində 21 sm artım qeydə alınıb. Hələ ki, bu artım bu ərazi üçün ciddi təhlükə yaratmayıb və Kür çayında sağ sahilində və sol sahilində yerləşən əsas mühafizə bəndləri üçün qeyd edim ki, heç bir təhlükəli vəziyyət yaşanmayıb. Kür çayında suyun səviyyəsində artım müşahidə olunmaqda davam edir, amma bu artım ötən günlərə nisbətən xeyli aşağı səviyyədədir. Olduğumuz ərazidə Kür çayında suyun səviyyəsinin qalxması su nasoslarının fəaliyyətinə də müəyyən qədər təsir göstərib. Amma məsələn, qarşıdakı su nasos stansiyası bu ərazidə fəaliyyət göstərir və sakinləri suvarma suyu ilə, eləcə də məişətdə istifadə etmək üçün su ilə təmin edir. Hal-hazırda bu ərazidə qeyd edim ki, real ciddi bir təhlükəli vəziyyət yoxdur. Bizim bölgədən çatdırmaq istədiklərimiz bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir.